Üçüncüdə 2-dən başlayaq. Birinci suala. Baxın, çətin suallar deyil. Mövzu sınağı deyil, asan mövzulardır, sadələrdir. Düzdür, sizdən hələ birinci mövzudayıq, amma baxın. 5-də 4 ədədinin tərsi ilə əksinin cəmini tap. 5-də 4 ədədinin tərsi nədir? 4'te 5. Aysa, tərsi deyəndə sürət və məxrəc dəyişir. Oldu 4-də 5. 4-də 5 ilə onun əksi. Əksi də ilə eləyirik. Mənfi 5'te 4. Aysa. Çıxız mənfi 5-də 4. Bunu yazıq mənfi 5-də 4. Bir də deyir bunların cəmini tap. Toplayan zaman qarşıdakı mənfi bunun işarəsini neyniyəcək? Dəyişəcək. Çıxma eləyəcək. 4-də 5 olduğu kimi qalır. Sıxılsın, artıq bu toplamı bu çıxma elədi. 5-də 4. Ortaq məxrəcim nədir? 20. Aysa, 5 ilə 4-də ortaq məxrəc 20. 20-ni 4-ə böləndə bunun üstünə neçə düşür? 20-ni 4-ə böləndə 5 dəfə. 20-ni 5-ə böləndə də bura 4 dəfə düşür. 4 dəfə 5 dəfə 5-i neçə eləyəcək? 25. 25. Qalsın 4 dəfə 4-ündə 16. 16. Sürətdə qaldı 9, 25-dən 16 çıxanda 9. Məxrəcdə 20. Bu da bərabərdir. 9-un içində 20 yoxdur. 0 tam yazır. Vergül atıb bura 1 0 atırsan. 90-ı 20-yə böləndə 4 tap. 4 dəfə 20 80 edir. 90-dan 80 çıxanda 10 qalır. Onun yanına 1 0 at. Onu 20-yə böləndə neçə dəfə düşür? 5 dəfə. 0 tam %45. Variant oldu A variantı. İkinci suala baxın. Necə yazaram? Ata oğlundan 27 yaş böyükdür. 4 ildən sonra oğlundan 4 dəfə böyük olacaq. Hal-hazırda 27 yaş böyükdür. Hər ikisinin yaşını bilmirsən. Necə yazaram? Tənliyi necə quraram? Bayaq dimdə bu tip suallar işləyirdik. Mənim atanın oğlu nə edir? Atanın yaşını x, oğlun yaşını y verib hesablamaq olar. 2 dənə məhsuldan getmə. Misallar 2 de məhsuldan ataya da 4, Yo. oğluna da 4 koyup. Ataya x, oğlu y versən, baxar. Birinci sənin sualına cavab verim. 2 məhsul. Çalış 1 məhsulla get. 4-ə gələndə isə Tahirə, 4-ə hərəkət istifadə eləməyə. Oğlun yaşını bilirsən? Yox. Oğla x ver. Deyir, ata oğlundan 27 yaş böyükdür. Neçə olacaq? X üstə gəl 27. 27. Oğlun yaşını bilmirsən? X-dir. Ata da ondan 27 yaş böyüksə, x-in üstünə 27 gəlib də, oğlun yaşının üstünə 27 gəlib. Bu formada yazdıq. Deyir ki, 4 ildən sonra, indi bax, 4 il keçibsə, oğlun yaşı neçə olacaq? X üstə gəlinsin 4. 4 yaş artacaq. Atanki neçə olacaq? 4 gələcək. 27 üstə 4 gələn neçə eləyir? 31. Sağ. Oldu x üstə gəl 31. 4 ildən sonra o oğlundan 4 dəfə böyük olacaq. Yəni x üstə gəl 31 bərabər olacaq nəyə? Bundan 4 dəfə böyük. Yəni bunu 4-ə vuracam. X üstə gəl 4-ü vuracam 4-ə. Yox, 4-ü vurma. Promemör tərzəni vur. Ki, orada hesablama aparacağıq. X üstə gəlinsin 31 bərabərdir. 4-ü vurub açasın. 4-ü bir dəfə x-ə vurasın. 4x üstə gəl. 4 dəfə də 4-ün neçə eləyir? 16. 16. X gəlir bu tərəfə çıxma ilə. 4x-dən x çıxanda neçə qalır? 3x. 3x. Bərabərdir. 16 da gəlir bu tərəfə çıxma ilə. 31-dən 16 çıxanda neçə qalır? 15. X də bərabərdir. 15-i 3-ə bölüb neçə düşür? 5 dəfə. X-i tapdım 5. Mənə deyir ki, indi 4 ildən sonraya yox, buranı sil. İndidən gedir söhbət. İndi ata ilə oğlunun yaş fərqini tap. Ata, bax, oğul 5-dir, x 5-dir. Ata 5 üstə gəl 27 neçə eləyəcək? 32. 32-dən də 5 çıxanda neçə qalır? 27. Yaşları fərqini deyir, fərq çıxmadı. 27. İndi bu bizim riyazi tənlik üsulumuzdur. Normal tapdıq. Bu bizim birinci üsulumuzdur. İkinci üsul nə deyə bilərəm sizə? Ata oğlundan 27 yaş böyükdür. 4 il sonra, 4 il əvvəl, 5 il əvvəl, nə qədər il olur olsun, ata oğlundan 27 yaş böyükdür. Məsəl üçün deyirəm. Tünzara neçə yaşın var? Mənim 22. Tünzara məndən 2 yaş balacadır. Tünzara məndən 2 yaş balacadır. 10 il sonra Tünzara məndən 5 yaş balaca olmayacaq ki, hələ də 2 yaş balacaq, düzdürmü? 20 il Bəli. keçsə, məsələn, yenə eyni.
10 il əvvəl yenə eyni. Aradakı fərq yenə eyni qalır. İndi aradan nə qədər il keçirsə keçsin, aradakı fərq nə olacaq həmişə? 27. Deyə bilərsən ki, prama 27. Ya tənliklə gedib hazır yazarsan bu formada, ya da deyərsən ki, 4 il sonra da, 4 il əvvəl də nə olur olsun, ata oğuldan 27 yaş böyükdür, onların yaşları fərqi 27-dir də. Cavab olar prama gedib E variantını götürə bilərsən. Aydın oldu? Ya bu səhv olma ehtimalı yoxdur da. Yəni bu belə məsələlərdə çox belə olur, hə? Ha, məsələn, belə götür də. Mən səndən 2 yaş böyüyəm. Bunun fərqi qoydum bir qırağa. Deyirsən ki, mən səndən 2 yaş böyüyəm. Mənim yaşımdan sən yaşıdsan neçə qalır? 2. 5 il sonra mənim yaşımdan sən yaşıdsan neçə qalacaq? Yenə 2. 2. Hə, Eyni şey aydındır. dəyişməyəcək. Yəni nə qədər il əvvəldə desə, sonra da desə, eyni fərqdir. Ona görə 27 yaş böyüksə onların arasındakı fərq də 27-dir. Bu da riyazi təyin formasını verdim ki, hər ehtimala qarşı hesablamaq istəyənlər üçün. Üçüncü suala baxın. Əkok bölünsün əbob bərabərdir 12-yə. Mənə deyin görüm, əkok bölünsün əbob nəyin düsturdur? Keçən dəfə video atmışdım, orada deyirəm. Kök altında A vur B. Yo. S bərabərdir. Əkok bölünsün əbob. Qısa yazacağam belə baş hərflərin. S bərabərdir. Əkok bölünsün əbob. S nədir? Ortaq olmayan sadə vuruqların hasilidir. Düsturu budur. Əkok bölünsün əbob. İndi mənə əkok bölünsün əbobu verir. Bu nəyin düsturudur? S-nin düsturudur. S bərabərdir. Neçə yazıram? Əkok bölünsün əbobu neçə verib? 12. S bərabərdir 12. Yəni sənə əkok bölünsün əbobu 12 veribsə, birbaşa S-ni 12 verib də. O S-yə bərabərdir düsturda. S-ni yazdın 12. İndi bax, əbobu istəyir səndən. Əbobun AB ilə S ilə olan düsturunu deyin görün mənə. Video Kök altı rekordda demişdim. Mənim indi bayaq dediyimdir. De görüm o düsturu bir də. D bərabərdir. Kök altında A vur B idi. Yo, elə deyil. Hə, orada Kök altı. bilərsən, amma əbob de. Əbob bərabərdir kök altı. Gülnaz de. Abi D AB bölək C. S. Ay, sağ ol. Bu da bərabərdir. AB-nin kök altı qiymətini çək. AB-nin qiyməti neçədir? 2700. Bölünsün 12. Bu da bərabərdir. Kök altı ifadəni çəkirsən. 27-nin içində 12 neçə dəfədir? 2 dəfə. 24, 27-dən 24 çıxanda qalır 3. 30-un içində neçə dəfədir? 2 dəfə, yəni 2 dəfə. 24, 30-dan 24 çıxanda neçə qalır? 6. Yanına yenə 0 düşür. 60-ın içində də 5 dəfə. 225. 225 nəyin kvadratıdır? Nəyə vursam 225 alaram? 25'in 25 yox. 25 600 nə qədərə gedib çıxar? 15. Bir dənə bu kök altındakiləri bilsəydim. Variantlarla da rahat gedə bilərsən ya da promu əzbərləyəsən. İşlədikcə məcburi yoxdur, qaçışı yoxdur, əzbərləyəsən. İnşallah. 4-cü suala bax. 3 ədədi cüt-cüt topladıqda cəmləri 20, 30, 40 alınır. Həmin 3 ədədin cəmini tap. Bax, sənə deyir cüt-cüt toplayır. Sənə deyir ki, ədədin nədir? Ədədlərin üçünü də bilmirsən. A-dır, B-dir, C-dir. Sənə deyir cüt-cüt topla. Birinci bu ikisini topla. A ilə B-ni topla. Nəyə bərabərdir? A üstə gəl B. Nəyə bərabərdir? Birinci yerdə nə dayanır? 20 20-yə. 50 Daha sonra ikinci 50-ni hardan çıxartdınız? İkinci yerdə B ilə C-nin cəmi. B ilə C-nin cəmi nəyə bərabərdir? 40. 30'a Yoxsa 30-a. Fərqi yoxdur, 40 da ola bilər. Yerini dəyişiklik deyirsən, mənası dəyişmir onsuz da. Sonra bax, A ilə B-ni götürdüm, B ilə C-ni götürdüm. Bir də nə qaldı? A ilə C. A'nın F. anladı. O nəyə bərabərdir? 40'a 40'a. A. Sistemi alırsan, sistem nə deməkdir? Bunları alt-alta toplamaq. Bunları alt-alta toplasan, burada neçə dənə A var? 2 dənə. bir dənə. Bir İki buradadır, dənə. bir buradadır. 2 dənə. 2A üstə gəlsin. Neçə dənə B var? 2B 2 B üstə gəlsə 2 C. Aysa 2 dənə C var, üstə gəl 2C. Bərabərliyin sağını da yaz. 20, 30, 40 toplayanda neçə eləyir? 90. 90 90. Aysa. 2-ni ortaq vuruq çıxardırsan. Mötərizədə burada 2 getdi, qaldı A. Üstə gəl. A 2 üstə getdi B. B. Üstə gəl C. Üstə Bərabərdir nəyə? 90-a. 90. A üstə gəl B üstə gəl C nəyə bərabərdir? 90 böl 2.
45'ə. Ay, sağ ol. 90-ı bölürəm 2, o da edir 45. Məndən nə istəyir? Məndən deyir ki, həmin 3 ədədin, yəni A-nın, B-nin, C-nin cəmini tap. A, B, C-nin cəmini neçə tapmışam? 45. 45. Cavabımız neymiş? 45. Aydın oldu? Aydın mən. 10. Burada bircə saniyə. Hə, vəsə 45 edir. Əla. 5-ci suala baxın. Bu demək olar ki, 10 vəsaitdən 9-unda var, 10 sınaqdan 9-unda düşür bu sual. Çətin görsənir, amma asan sualdır. Baxın. Burada mənə verilib belə bir ifadə. Buna A ilə işarə edeyim. Məndə də cavabda A-lar var. Deməli, bu verilən ifadənin içində A-nı görməliyəm. A-nı almalıyam ki, uyğunluq yarada bilim. Mənə deyin görüm. 7-də 11-dən 7-də 7 nə deməkdir? 1 deməkdir. Mən 1-ə gətirməliyəm. Hökmən 1-ə gətirməliyəm. Sadələşdirməliyəm. 7-də 11-dən neçə çıxsam 7-də 7 alınır? 7-də 4-ü çıxsaq. Ay, bura 4 yazaram. 11-dən 4 çıxsam 7 alınır. Düzdürmü? Deməli, bura yazıram. Alt-alta çıxmalıyam. Buradan çıxmalıyım 7-də 4-ü. Bircə saniyə bunu bu qələmlə yazacağam. Bu daha düzdür, görsənir heç olmasa. Bura yazacağım 7-də 4. Bunun altından 7-də 4-ü çıxacaq. 11-də neçə çıxaram ki 11-də 11 alınsın? 11-də 4. 15-dən 4 çıxaram, arası sağ ol. Ki 11-də 11 versin də mənə. 15-də neçə çıxaram ki 15-də 15 alınsın? 15-də 4-ü. Ayza 19-dan 4 çıxaram ki 15 versin mənə. İndi bax bunları çıxan zaman 7-də 11 çıxılsın 7-də 4. Nə alınır məndə? 7-də 7. Bu da mənə nə verir? 1 tam. 1. Bu mənə 1. 7 bölünsün 7 1 deməkdir. 11-də 15 çıxılsın 11-də 4. Nə verir bu mənə? 11-də 11. 11-də 11'də 11. 15-dən 4 çıxanda qalır 11. 11 bölünsün 11 nəyi verir mənə? Bütöv 1-i. 1. 15-də 19 çıxılsın 15-də 4. Mənə nəyi verəcək? 15 məxrəcdə 15 19-dan 11. 4 çıxanda 15. Ay, sağ ol. 15 bölünsün 15 nə qiymətin verir? 1. 1. 1. Aşağıda birlər var. 3 dənə 1 toplayanda neçə edir? Ortasında toplama var. 3. 3. 3. Bunları topladım. 3 aldım, qoydum bir qırağa. 3-ümüz var. İndi nə edirik? Əsas məsələ. Baxın uşaqlar, mənə qızlar 7-də 1, 11-də 1, 15-də 1 verib. Burada isə 4-dür. Deməli, A-nın qiymətini nəyə vurub? 1-ə. 1-ə niyə? Bax, 4. 4-ə. 4. 4'e. Bax, burada 4-ə. artıq əlavə olaraq nə var? 4 var. Deməli, A-nın qiymətini 4-ə vurub. A-nı 4-ə vurub. 4-ə. Cavab hansı olar? 4-ə üstəyə 3. D variantı. D variantı. Toplananların yerini dəyişəndə məna dəyişmir. 2 üstəgəl 3 də 5-dir, 3 üstəgəl 2 də 5-dir. Yəni 4A üstəgəl 3, 3 üstəgəl 4A eyni şeydir. Tam aydın oldu bu sual. Aydın mən. Qaranlıq bir şey Bəli. qalmadı ki bu sualda. Yox. Asan sualdır, sadəcə biraz asan açar nöqtələr var. Bunu tutmalısınız. Burada rənglənmiş hissəni tapın deyir bizə. Baxın, birinci sən buraya baxmalısın. Orta hissə rəngli hissəyə. Bu rəngli hissə hara aiddir? Bax bu rəngli. Bu rəngli hara Mənim aiddir? A-la B-nin kəsişməsi. Ayza, A-la B-yə aiddir. Həm A-ya aiddir, həm B-yə ortaq nöqtələridir. Ortaq nöqtə isə bu kəsişmə deməkdir. Yəni üçbucaq ağız U hərfi ağız aşağı olur. A kəsişsin B. Yaxşı, A qalan hissəyə bax. Burada nəyi çıxardıb? Elə bir kəsib atıb. S-ni. S-ni elə bir kəsib atıb. Bu işarədə çıxma deməkdir. Sanki S-ni çıxardıb atıb. Cavab hansı olur? C var. D variantı. E variant. 7-ci sualda. 7-ci sual dilim nöqtəsidir. Ay, bunu sizə bir dəfə izah eləmişdim. De görüm. Ədəd oxunda verilənlərə görə A nöqtəsinə düşən ədədin kəsiş hissəsini tapın. Bölgülər arası məsafələr eynidir. Burada mənim 4 hissəyə bölünüb. Birim, yəni hərəsi A-da 1-dir də. Elə. Elə yox. Bax, Yəni görün A-nın bir ümumiyyətcə, hər hissəsi. bölgüdə, məsələn, buradan bura gedənə qədər ya da buradan bura gedənə qədər buranın bu nöqtəyə fərqi yox. 4 dənə. Gör nə qədər daman var. 4 dənə. 4 olmaz. 1, Buradan 2, 1, 2, 3, 4, 5 dənə dama var. 5 dənə. 5 dənə dama var. Burada neçə dənə dama var?
1, 2 dənə. 2, 3, 3 dənə. 3 tane. Verilən damanı 3-ü bölürsən sayına 5-ə. Neçə qalır? 3-ün içində 5 yerləşmir 0. Vergül Sıfır atırsan. dənə. Yanına bir 0 düşdü. 30-u 5-ə böləndə neçə eləyir? 6. 6. Deyirsən 0,6. Bir bölgünün hesabatı 0,6-dır. Məndə hər bölgüm 0,6-ya bərabərdir. A-ya qədər neçə dənə dama var? 1, 2, Hər damam 0,6-ya bərabərdir. A-ya qədər neçə dama var? 1, 13 2, tane 3 var. dənə. Yox, başdan başlama. Verilən nöqtədən Hə, başlaman kifayətdir. Bura qədərdən İki. sonra başla. A-ya qədər neçə dama var? 3 dama. Hər damamda 0,6-dır. 3-ü vururam 0,6-ya. Elə bil 60 qəpik düşün də. 3-ü 60 qəpiyə vuranda neçə eləyir? 1,80. Arası 1 1,8. 1,8. Sənə deyir ki, bölgülər arası məsafənin kəsir hissəsini tap mənə. Kəsir nəyə bərabərdir? Vergüldən sonra Ee, 1 tam 18. Elə bil ki, bax deyirəm ki, sənə 1 manat 80 qəpik var. Qəpik hissən nə qədərdir? Deyirsən 80 qəpik. 0,80. 0,8. Bunun kimi düşün. Vergüldən sonra qalan hissə kimi. O da edir 0,8. Aydın oldu bu sual? aydınmı? Bir zəhmət aydın olsun. Yox, qəpik söhbət apardım sizdən. Pul deyim mənim biraz başa Yox, manat Müzikdən söhbət apardım sizdən. danışıldı. Onluq Qəpik kəsiri manatı. tam tutun deyə. Şimdi manata qəpiyə də keçdik. Tuzala deyir ki, mənə pul de, vəsiyo. Tutacam ondan sonra. Eyni sualda qızlar, baxın. Bir yaxşıladım sizə. Dedim MHM sınavında var, qəbula da düşüb sual. Eyni sualda. Necə yazmışdıq? Birinə x vermişdik. Sonra x üstə gəl 1. Bu formada Evet, iyi. arta-arta gedib bax. Neçəyə qədər? X üstə gəlinsin 99-a qədər. 100 deyirsə artıq ondan bir vayda aşağını götürürəm. Cəmləri nəyə bərabərdir? 559-a. Nəyin cəmi? Ən kiçiyinin ən böyüyü. Ən kiçiyi x-dir. Ən böyüyü isə x üstə gəl 99-dur. Deyir cəmləri İki nəyə kız. bərabərdir? 559-a. 2x-i toplayırsan, x-lə x-i toplayırsan, eləyir 2x. 99 digər tərəfə çıxma ilə gedir. Çıxanda neçə 4, alınır? 6. Ay, sağ ol. X də bərabərdir 460-ı qarşısındakı 2-yə böləcəm. Neçə eləyəcək? 130. 230. 230. Əgər kiçiyi istəyirsə 230-u götürürsən, böyüyü istəsə üstün 99 gəlirsən. 99 gəldi. Eynisini işlədir. Mən dedim rəqəmi belə eynidir. Bax bu sual idi. Qaranlıq bir şey qalmadı ki. Yatmayın. Gümrah olun. 9-a baxın. Necə yazarım? Bu kökəltı lazım belə. Bax bir şeyi bilin. Modulun Burada benim dərəcəsi kök altı 6 da. Ben ayağına, A üstü 6. ayağına kök gümrah altı ol deyəndə 6, riski 7. qışqırmağa keçir. De görüm. Ben burada A 6 var ya. A üstü 6 Aha. ilə kök üstü 6 gedəcək ixtisar. Yox, getmir. Olsa gedir. 6 ilə 6 gedir, 5 ilə 5. Bunun görünməyən dərəcəsi 2-dir. 2 ilə 2 gedir. Problem ixtisara getmək deyil. Problem cüt dərəcə tək dərəcədir. Bax, əgər cüt dərəcədədirsə, yəni üstdəki rəqəmlər cütdürsə, modulda çıxardır. Təkdirsə, olduğu kimi çıxacaq. İndi mənə baxın. 6 cütdür. Bu mənə buradan yazıram ağ yer bura deyə. Modulda çıxardacaq. 2 modulda A. Üstə gəlinsin. Bu təkdir. 5-lər təkdir. Olduğu kimi çıxardacaq. Üstə gəlinsin A. Çıxılsın. Bu necə çıxır? Mənim o da Mən cütdür. cütdüdə. Cütdür modulda Modulda. çıxırıram. Ay sağ. Bu formada artıq kökdən azad elədim. İndi mənə baxın. Müayinə törədən nədir? Modul. Modulu bilmirik. Nə edirik? Uşaqlar, əgər A-nın dərəcəsi 0-dan kiçikdirsə, bax bura bax şərt verib ki, A mənfidir. Moduldan mənfi çıxacaq. Bu onsuz da buna heç bir təsir göstərmir. Bu olduğu kimi qalır. Modula mənfi verirəm. A-nın dərəcəsi mənfidir. Burada necə olacaq? Mənfi 2A. Üstə gəlinsin. A-nı olduğu kimi saxlayıram. A-ya heç nə eləmirəm. Mənfilər ancaq modula təsir düşür. Burada mənfi olanda mənfi A. Buradakı A ilə nə edir? Toplam olur. Bu mənfi bu bunu toplama edir. Üstə gəlinsin A kimi. Bu da bərabərdir. Mənfi 2A. Üstə gəlinsin. A ilə A-nı toplayanda neçə edir? 2A. Biri mənfidir, biri müsbətdir. Bir-birlərini nəyə aparır? Sıfıra. İxtisar. Cavab olur 0. Bunu yadda saxlayın. Cüt dərəcədən olanda modula salınırsan, cavab moduldan çıxır. Tək dərəcədən olanda öz olduğu kimi qalır. Əgər A-nın dərəcəsi mənfi veribsə, modul sənə mənfi çıxardacaq. Bu kənarda qalan hərflərə, A-lara, B-lərə heç nə eləmirik. Aydın oldu? Aydın mən.
10-cu sual. 120 dərəcəli bucağı verib. X-in bucağını istəyir. Çox adam deyir ki, 120-ni qarşı-qarşıya durub deyə normalda belə bir qaydamız var. Bax, məsələn, bu bucaqla bu bucaq qarşı-qarşıyaca bir-birinə bərabərdir. Deyir bu 120-dirsə, bu da 120-dir, çünki bunun qarşısındakı 120-dir. Bu Doğru ola bilməz. burası deyil. Bu tam bura düşmür. Qarşı-qarşıya düşmür. Bucağın əyriliğini görürsən? Bucaq artıq əyri nöqtədə verib sənə. Qarşı bucaqlar deyil bunlar. Müəyyən bir nöqtədə sürüşmə yaşayıb bucaq. Neyniyərəm? Ha, burada D1 ilə D2 bir-birinə paralel deyə bərabər olacaq. D1 ilə D2-nin paralelliyindən istifadə eləməmisən. Hansı qaydadan istifadə elə? Bu, bu, sonra hansı bucaq? Bu üç bucağın cəmi nəyə bərabər olmalıdır? 360. Aysa bu bucaq, bu bucaq və bu bucaq. Bu üçünün cəmi nəyə bərabər olur? 360-a. Cavab topla. Burada bax, bu bucaq deyir sənə, bunun nə olduğunu bilmirsən. Amma bilirsən ki, iki bərabər hissəyə ayrılıb. Bax, iki dənə tam ortadan bölünüb. Tənbölən Burada alfa tərəfə. düşüb. Aysa, burada alfa düşüb. Eyni qaydada bu altdakı bucaq da bölünüb. Burada beta düşüb. İndi alfa vermə, çarıqma. Eyni şey vermə, fərqli bucaq ver. Burada beta düşüb. İki bərabər hissəyə ayrılıb. İndi sən burada nələr görürsən? Alfa, alfa. Edir 2 alfa. Üstə gəlinsin, deyirəm 3-ünün cəmi 360-dır. Beta, beta. 2 beta. Üstəyə Bir 120. dənə də 120 var. Üstə gəlinsin 120. Nəyə bərabərdir? 360-a. Oradan 3 Alfa. çıxmayla Üstə keçir. gəl 2 beta bərabərdir. 120 digər tərəfə çıxma ilə gedir. 360-dan 120 çıxanda neçə qalır? 240. 240. 2-ni ortaq vuruq çıxardarsan, alfa üstə gəlinsin beta nəyə bərabərdir? 240 bölü 2-yə, 120-yə. 240-a 120. bərabərdir. Alfa üstə gəlinsin beta da bərabərdir. 242-yə bölsən 120. Bu formada bir dəqiqə bunun betası da var. Bunun dizayn etələsi yazdım. Aha. Alfa üstə gəlinsin beta nəyə bərabərdir? 120-yə. Bu formada yazdım. İndi baxın. Əsas misalın hissəsinə baxın. Alfa üstə gəl betanın 120 tapdım. Sonra nə edirəm? Fiqurun içinə baxın. Bayaq buna görə tapdıq alfa betanın cəmini. İndi fiqurun içinə baxın. Deyirəm ki, diqqətlə qulaq asın. Fiqurun içində bu xarici bucağa görə tapmışdım, o ayrı məsələ. Bir də bu fiqura baxın. Bu fiqurun içində qalan 4 dənə bucaq var. Bu bucaq, bu bucaq, bu və bu. Bunların cəmi də 360-a bərabərdir. İndi bunların cəmini tapaq. Görək bunlar cəmliyəndə nələr var? Bir dənə 120 var. Üstə gəl. İkinci bucağım Bir dənə nədir? 40. X. Üstə gəl. Üçüncü bucağım nədir? Alfa. Üstə gəl. Bu da beta idi. Deyirəm cəmi nəyə bərabərdir? 360-a. 120 üstə gəlinsin. X. Üstə gəl. Bu alfa üstə gəl betanın yerinə gedib nə yazacaq? 120. Ay, 120. sağ ol. Üstə gəl 120. Alfa plus betanın yerinə 120-ni yazdım. Bərabərdir 360-a. X üstə gəlinsin. 120 ilə 120-ni toplayanda neçə eləyir? 240. 240 bərabərdir 360. X nəyə bərabərdir? 360-dan 240 çıxırıq. 120. 120. Cavab oldu 120. Cavab da olur C variantı. Yenə deyirəm. Cavabın Biraz uzun 120 getdi, çıxmağı bunun qarşısında dayanıb bura bir-birinə bərabərdir deyə deyil. Həmişə buranı 70 görəndə qaçma oranı 70 götürüm kimi bir şey eləməyin. 120 çıxmağı sadəcə rəqəmlərin təsadüfüdür. Hesab qaydası budur. Aydın oldu? Aydın mən. Bunu qeyd aparın, yenə deyirəm. Birdən deyərsə, ay bura 120-də qaçım götürüm. Elə bir şey mümkün deyil. Bunlar qarşı-qarşıya deyil. Mənim ekran kaydı alırsınız. Necə? Ekran kaydı alınır bu. Hə, götürürəm ki, qoşulan bilməyənlər baxsın. Qrupuza baxdınız, baxın axırda. El olar gözdən qaçırdığınız bir şey olar. Bax, yenə bir yaxşı kimidir. Bax, bunun burasında 2 var da, bu 2-lər görsənmir. Amma faktiki bir 2-miz var burada. Burada nə ilə çıxır? Modulda ilə çıxır. Cüt olanda modul. Modulda x, üstə gəl. Modulda Modulda y, üstə gəlinsin x, üstə gəlinsin y. İndi bərabərdir. Modulda x-in qiyməti mənə verib ki, mənfi x-ə bərabərdir. Yəni, harada modulda x gördün, apar yerinə mənfi x yaz. Aparıb bunun yerinə mənfi x yazacaq. Üstə gəlinsin. Modulda y nəyə bərabərdir? Müsbət Y. Aysun, aparıb yerinə y yazıram. X üstə gəl y-də heç nə eləyə bilmərəm. Olduğu kimi yerində qalır.
Bax, mənfi x, müsbət x bir-birini neynir? İxtisar aparır. Geriyə qalır y üstəgəl y. O da nəyə bərabər? 2y. 2y. Cavabda olur hansı variant? D variantı. Aydın oldu. Variant. Aydın mən. 12-ci suala baxın. Belə bir ifadə verib AC bərabərdir buna. ABC-nin cəmini tap. Gəl birinci bu AC-ni açaq. Necə açılır? 10 artı 1 16 Bərabərdir nəyə? 6B-yə. 6 Daha sonra B-ni yerinə aparıb A üstəgəl S-ni qoyacam. 10A üstəgəlinsin S bərabərdir. B-ni yerinə A üstəgəl S yazacam. 6 vurulsun. 6-nı bir dəfə A-ya vurasam, bir dəfə S-yə də. 6A üstəgəlinsin 6S. Elə bir vurduq promoy mötərizəni açdıq. 6A gəlir bu tərəfə çıxma ilə. 4 Ay, sağ ol. Bərabərdir. S də gəlir bu tərəfə. 6 5-dir. S-yə S çıxanda 5S. A nəyə bərabərdir? Bərabərliyin digər tərəfindəki rəqəmə 5-ə. bərabər 5-ə, S S də nəyə 4-ə. bərabərdir? Bu 4 tərəfdəkinə 4-ə. S də bərabərdir 4-ə. A5, S4. Mən B-ni necə tapıram? B nəyə bərabərdir? A ilə S-nin cəminə. 5 ilə 4-ün 9 cəmi 9. 3 dənəsini də tapdım. Mənə deyir 3-ünü topla. 5 üstə gəl 4, 9. 9-un da üstünə 9 gələndə 18. 18 Cavab oldu C variantı. Aydın oldu hamıya. Aydın mən. Bəli. Mənə qaranlıq qalsa deyin. Baxım kimlər buradadır. Güllü, Gülnaz. Bax nə qaldı deyin. Tahirə, yaxşısan? Yaxşıyam. Salamatçılıqda yaxşıdır hər şey. Nəsə iştəhadan çox oldu elə bil. Heç nə olmaz. Yavaş-yavaş gedəndə açılışa bilməyəsən. Nə tənbəllik kimi də qalacaq o. İmtahanımıza da çox şey qalmayıb. Birdən belə getmək yaxşıdır. Şəms yaxşıdır vəziyyət. Şəms yoxdur. Desən söndürüb yatıb promoy. Müəllimə xeyir dinləyirəm. Mən də bu dinləyirəm. 13-cü suala baxaq. 2 rəqəmli, 2 fərqli natural ədədin əbabu 9-dur. 2 rəqəmlidir, 2 fərqli ədəddir. Bunların əbabu 9-dur. Bu 2 ədədin cəmini tap. Deyəməm Y. 2 rəqəmli, ədədlər 2 rəqəmlidir. Bunların əbabu 9-dur. 10-a üstəgəl 2 11. ədədin cəmini tapın. Bax. 2 rəqəmli ədəddir. Biri A-dır. Nəsə səsi xışıltı nə olar? Kimdir o görəsən? Gözə baxanda da görsənir. Mənlə bərabər səsi. Günel sənin səsində. Güneldədir mikrofon. Mənim səsimlə bərabər təfsirlənən bir dənə oldu. Bax, ola bilər kimisə interneti zəif olanda mikrofon şey edir sırası. 2 rəqəmli ədəddir. A ilə B ədədi. 2 dənə fərqli ədəddir. Bunların hər ikisi 2 rəqəmlidir. Əbabu da 9-dur. Mənə 2 rəqəmli ədəd deyin görüm. Necə 9-a bölünənə? Yox, 9-a bölünən yox. 9-u yaz bir, qoy bir qaya. 9-la işin yoxdur. 2 rəqəmli natural ədəddir. Ən kiçiyi 10 eləyəsən və təbii ki. 12. Niyə 10-dan 12? Ardıcıl getməli deyilsən? O kefimiz 10, 11. oradan buradan getmir ya. Hə. Ardıcıl getməliyik. Hə. Hansı 10-dan 11. rəqəm? Birinə verərəm 10. 9-dan sonra başlayır da 2 rəqəmli. Birinə də 11. Deyir bunların cəmini tap. Bunları topla. Neçə eləyir? 21. 21. Hanı cavabda 21? Yoxdur. Niyə? Əbabu istifadə eləməmişik deyə. Neynəməliyəm? 21-i 9-a vurmalıyıq. Hanı cavab neçə eləyir? 189. Bəli. Aydın oldu? Yəni başqa ədədlər qoysaq da belə alınacaq. Yox, sənə iki fərqli natural ədədi deyir artıq sənə. Yox, mən tək Yox, başqa özünə görə rəqəm qoya bilmərsən. 2 rəqəmli ədədin nədir? 10. Ondan sonra gələn nədir? 11. Hə, bildim. Apar başqa rəqəm qoydu 2 rəqəmli. Məsələn, birinin yerinə 20 yaz. Məsəl üçün deyirəm, birinin yerinə 30 yaz. 20 ilə 30 da 2 rəqəmlidir də. Toplayanda edir 50. 50-ni 9-a vuranda gör 7 para çıxır. Hə, mən elə bildim ki, fərqlilər. Yox, şey deyir, ardıcıl get. 9-dan sonraki 2 rəqəmli nədir? 10. 10, 11. Götür, topla 9-a vur. 14-cü sual. Belə bir ifadə verib, bir hədlisinin qüvvəti 12 olarsa, MK-nın hasilini tapın. Qüvvətlinin, bax, sənə deyir ki, göz bunu yaxınlaşdıram. Bilməm, gözüm görmür buraları. Bir hədlisinin qüvvəti 12-dir. Ümumi qüvvətin 12-dir.
Qüvvətdə nələr var? Bax, qüvvət B-nin, C-nin ümumi cəmidir. Cəm kimi düşünün. Qüvvətdə nələr var? 2. Kim? Kim? Üstə gəl. Sonra qüvvətdə nə var? K. Üstə gəl K. Sonra qüvvətdə nə Bir de var? ben C. Burada C. heç nə yoxsa 1 deməkdir. 2 üstü Bir. 1, 2 deyil. Heç nə yazmayıb, promo 2 götürürəm. Qüvvətdə heç nə yoxsa 1-dir. Bərabərdir 1-ə. Üstə gəl 1. Bərabər nəyə? Deyir cəmlər 12. 12-dir. Ümumi qüvvət isə 12-yə bərabərdir. 2M üstə gəlinsin K. Bərabərdir. Bir digər tərəfə 11. çıxma ilə gedir. 12-dən 1 çıxarım, qalır 11. Bu formada yazdıq. MK-nın ən böyük qiymətini istəyir. Bax, ən böyük. Gəl nə edirsən? Xətti çəkirsən. 2M üstə gəlinsin K-nı yaz. Bərabərdir neçəyə? 11-ə. Başda qiymət verməyə. Məsələn, M-ə 1 Bir ver. mənim Emlə K'ya M-ə qiymət 1 verir. ver. 2 dəfə 1-in 2. K-nın üstünə neçə gəlməliyəm ki, 11 eləsin? 9. 9. Hansın? 2-sə 9 gələrəm ki, 11. M-ə məsəl üçün 1-i verdin, indi 2 ver. 2 dəfə 2-in 4. 4-ün üstünə neçə gəlsəm 11 eləyər? 7. Ödedi. M-ə 3 ver. 2 dəfə 3-ün 6. 6-nın üstünə neçə gəlsəm 11 eləyər? 5. 5. M-ə 4 versən. 4 dəfə 2-in 8. 8-in üstünə neçə gəlir? 3. 3. 3. Aha, artıq M-ə 5 verə bilirəm. 5 Hayır dəfə çünkü 10. Yox, fərqi yoxdur. 11-i keçməsin. 5 dəfə 2-in 10. K neçə olur? 1. 1. 11. Artıq 6 verə bilirəm. Yox. Yok 6 dəfə 2-in 12 Bilmə, edir. Gəldi 6 11-i 2 keçdi. 12. Asla, gəldi 11-i keçdi. Artıq yaza bilmirəm. Mənim verilən ədədlərim budur. Mənə deyir ki, ən böyük. Ən böyük hansıdır? 51. 51. Niyə? Ən böyük hasilin Beşlə ən bir. böyük. Hasilin ən böyüyü. Bax. Biri 9-a vuranda 9. 5. 5'te yemem cevap. Aysa. Bax, 2-ni 7-yə vuranda neçə eləyir? 14. 4. Hasilin ən böyüyü deyir ha sənə. Ən Hə. böyüyünün hasilini tap demir. 3 dəfə 5-in 15. 15. 4 dəfə 3-ün 12. 5 dəfə də 1-in 5. Beş. Cavabım nədir? Ən böyüyü hansıdır? 5. Ha, en büyüğü 15. 15. Hasilin ən böyüyü hansı oldu? Hasilin ən böyüyünü soruşur. 15. Aydın oldu? Aydın mı? Buradan qeydlərinizi apararsınız. Çətin bir sual deyil. Sadəcə dediyim kimi biraz açar nöqtələrə baxmalısan. Bax demir ha, ən böyük ədədin hasilini tap. Deyir hasilin ən böyüyünü tap. Yəni ümumi hamısının hasilini tap, böyüyü götür. Bu sualda getdi. Baxaq o birisinə. K natural ədədini 3-ə böldükdə qalıqda 2 alınır. Gəl birinci bu K-nı tapaq. Bizə nəşriyyatda işlətmişəm, videosunda atmışam. K böl 3 3 benim bərabərdir qalıqda 2. Demişəm ki, üstə gəl demişək, 2. qismətə Bir. neçəyə qoyuruq? 1. 1. K nəyə bərabərdir? 3 vurulsun 1, üstünə 2 üstə gəlir. gəl 5. 2. K-nı 5 Beşə. tapdın. Apar ifadənin yerinə K-nın yerinə 5 qoy. 5-in kvadratı 5-i 5-ə vuranda 25. 25. Üstə gəl. Üstə gəlsin. 2 vurulsun 10. 5. 10. Bərabərdir nəyə? 35-ə. 35'e. 35-i 35'i 3-ə bölündə alınan qalığı tapmaq istəyir bizdən. 2. 2 olacağım. 35-i 3-ə bölürəm, düşür. 11 dəfə. 11 dəfə üçün 33. Qalığım neçə qalır? 35 düzdür sayın. Promo 33 yazmışam bura. 11 dəfə üçün 33. 35-dən də 33 çıxanda qalıq neçə qalır? 2. İki. Məndən qalığı İki. istəyir. Qalıq nəyə bərabərdir? 2-yə. Burada qaranlıq qalan nəsə oldu? Bakmam. Normal hesabı tiplidir. Hesablamanı eləyəcəyik. Yaxınlaşdır, bilmirəm. Yaxınlaşsam misal itəcək, yerim azalacaq. Gəlin bu formada işləyək. Birinci bunu düzgün olmayana çevirirəm. Sürət işləyirəm birinci. 4. 4 dəfə 2 neçə eləyir? 8. 4 2 vururum 4'te 8. 10. Gəlirəm 11. 11. Vurulsun. 4'te 10. 1 onda 1 nə deməkdir? 1 onda 1, 11 bölünsün 10 deməkdir. Mənə bölmə yazıbsa, bunu vurma kimi yazanda yer dəyişirəm. 11 düşür aşağı, 10 qalxır yuxarı. Üstə gəlinsin 3/3-də 1. Hələ ki bunu həll eləyək. Bu 11-dən bu 11 ixtisar gedir. 4-ü 2-yə bölürəm 2 dəfə, 12-yə bölürəm 5 dəfə. Bu formada yazdım. 5 bölünsün 2. Buradan cavab nə çıxdı? 5 bölünsün 2. Üstə gəlinsin. Kəllə bunu da düzgün olmayana çevir. Ən rahat hel aparır. 3, 3 bölü 9 üstüne 1 geldi. 3-ə vursan 9, sənə 1 gəlsin 10. 2 ilə 3 ortaq məxrəcin nədir? 6. Hər ikisinin 1. bölündüyü bir ədəd lazımdır. 6. Biri kim dedi? Şaşdım ben. Evlimdeyiz 2-3 benden kaldı.
6-nı 2-yə böləndə neçə dəfə düşür? 3 dəfə. 6-nı 3-yə böləndə 2 dəfə. 3 dəfə 5-in 15, 2 dəfə 10-un 20. 15-lə 20-ni toplayanda neçə eləyir? 35. 35. Mənim sürətimin ifadəsi bu oldu. 35 bölünsün 6. İndi məxrəci işarə edin. Bax, 2, 5 bölünsün 2. Bunu bir dəfə Hamısı yaz. mənim ona gətirməliydim. Sıxılsın. Birinci vurmanı apar ondan sonra. Çıxılsın. Bax, Hə, nə deyir vurmadı burada? mən Gözü görmürəm. görmürəm oranı. 5-də 2 vurulsun. 10-da 3-dür. Birinci bunu həll eləyək. Bərabərdir. Qarşıdakı çıxmanı olduğu kimi saxlayırsan. Orayla bir işin yoxdur. Sıxılsın. Gəl buranı həll eləyək. İxtisar gedən heç nə var? Bax, burada var ixtisar. 2-ni 2-yə Var, hə. bölərsən 1 dəfə, 10-u 2-yə bölərsən 5 dəfə. Çarpazdan ixtisarını apardın. Sürətdə 1 vurulsun 3, 3. Məxrəcdə 5 vurulsun 5, 25. 25 ilə 2-yə ortaq nədir? 25 nə 25 2-yə vurun da. 50. 50. 50-ni 2-yə böləndə 25 dəfə, 50-ni 25-ə böləndə 2 dəfə. 25-i 5-ə vuranda neçə eləyir? 125. 125. 125. Sıxılsın. Burada düşüb 2 dəfə. 2 dəfə də 3 neçə eləyir? 6. Bu da bərabərdir. 9-u kim deyir? Bəli, mən. Təəssüflər. 125-dən 6 çıxanda neçə qalır? 119. Bu ifadəni də aldıq bu formada. İndi sənə deyir böl. Bax, 35 bölünsün 6. Bölmə zamanı vurma kimi yazıb tərsinə çevirirsən. Vurulsun. 114, 119 düşür aşağı, 60 qalxır yuxarı. Nəyə ixtisar apararam? 6 ilə 50. Yarımçıq qalsa link atacağım, təzədən qoşulub. Qaldığımız yerdən davam edək. Risk sönüb eləyər birdən. 119-un 35-i neçə ixtisar apara bilərəm? 7-yə. 119-u 7-yə böləndə düşür 17 dəfə, 35-i 7-yə böləndə düşür 5 dəfə. 6-nı 2-yə bölürəm, düşür 3 dəfə, 50-ni 2-yə bölürəm, düşür 25 dəfə. Başqa ixtisar gedən bir şey var? Yox. 3-ü 17-yə vuranda neçə edir? 51. Yuxarıda da 125. İndi qarşıda bir dənə vurması var. Bax, vurulsun 5 deyir. Vurulsun 5 yazıram. 5 hara vurulur? Kuramı sürətə vurulur. Məxrəcdə qalır 51, yuxarıda da qalır neçə? 125-i vursan 5-ə, 625. İstəyirsən bu formada saxla, istəyirsən onluğa keçir.